İçinə gəlirsinizsə, Alipay, WeChat, VPN, yəni videolara baxıb yüklürsünüz. Tamam, onlar hər şey okey. Amma burada bir dənə tortun üstündə gilas var. Onu mən sizə deyəcəm. Bu sizin vaxtınızı, əsəblərinizi və digər problemlərdən qurtara bilər. Biraz yüyən alın. Baha da olsa, sərf eləməsə də, nə qədər də olsa alın. 300-400 yüyən olaraq. Tapın, Bakıda çox güman ki var. Olmasa mümkün deyil. Bu 1000 dollarlıq bir məsləhətdir və sizin əsəbinizi, vaxtınızı və digər problemlərinizi qabağına alacaq. Bu təcrübəli bir məsləhət. Ən gözəli 1000 yüyən. Amma 1000 yüyən tapa bilmirsə və yaxud da bilmirəm, yəni hər halda səfərə çıxırsınızsa sizin pulunuz yoxdur deyə bir şey yoxdur. Cibinizə 1000 yüyən ya da 400-500 yüyən belə bir şey alın, qoyun ki, sərf eləmirsə 1000 yüyəndə nə qədərsə 2-3 manat uduzacaqsınız. Yəni bu qədər. Çünki mənə dəfələrlə müraciət olunub, gəlib burada qalıblar ki, Alipay işləmir, zaryadka tutarır, qəbul eləmir, nə bilim nə eləmir. Çıxardıb cibindən verirsən qardaş, tutardı getdi. Yəni ideal variantı 1000 yüyəndir. Yəni bu sizə hər şeydə bəs edəcək. Hətta qalın. Bay bay.